Əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib. Tədbirdə Naxçıvan şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, milli dövlətçilik tariximizdəki əhəmiyyətindən bəhs edib. Bildirilib ki, müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qısa müddətdə demokratik dəyərlərə əsaslanan dövlət institutları formalaşdırmağa nail olub. Azadlıq və insan hüquqları sahəsində mühüm islahatlar həyata keçirilib. Konfransda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, tarix üzrə fəlsəfə doktoru Dosent Asəf Orucov, filologiya üzrə fəlsəfə doktoru Xumar Məmmədova vurğulayıblar ki, Azərbaycan öz dövlət müstəqilliyini bərpa edərkən məhz Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və ideoloji irsinə əsaslanıb. Müstəqil Azərbaycanın bugün əldə etdiyi nailiyyətlər isə ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu uğurlu siyasətin, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı islahatların nəticəsində mümkün olub. Tədbirdə digər çıxış edənlər müstəqilliyin möhkəmləndirilməsi istiqamətində ölkədə həyata keçirilən təhsil, elm və texnologiya sahəsindəki yeniliklərdən söz açıb, milli irsə sədaqətin bugünkü gənclərin vətəndaş borcu olduğunu qeyd ediblər. Sonda 28 may müstəqillik gününə həsr olunan video çarx nümayiş olunub. Biz gənclər, müstəqilliyin daşıyıcılarıyıq, yəni ki, müstəqilliyin qorunması bizim üzərimizə düşür. Çünki müstəqilliyin qəbul olunması qədər onun saxlanılması, gələcək nəslə ötürülməsi də vacibdir. Düşünürəm ki, biz Azərbaycan gəncləri, müstəqil Azərbaycan gəncləri bunun öhdəsindən layiqincə gələ biləcək. Səbinə Elxan qızı Asil Fətəliyev, NTV Xəbər.